Buyuraq. Deməli, inşallah, qardaşlar, yəni içində nə sual var, yəni sualı deyince, kimin sual var idi? Yaxşı sual verək, yolda. Birinci elə bax, şeylə, deməli, buyur, Rəvan, sən verir. Demək, qardaş bir də hədisdə deyil, bir də bizi düşündürdü, sual necədir? Qardaş deyir ki, məsələn, belə bir hədis var ki, kim la ilahe illallah gəlməsini desə də, mənasını başa düşməsən desə, ondan heç bir fayda verməyəcək. Əgər əsli müsəlmanca insan və buna heç bir haqlı çatdırmayıbsa, babadan belə ölüb, hətta ona da fayda verməyəcək. Mən bilmirəm, belə bir hədis var ya yox, yəni söhbət hədisdən gedirsə. Yəni, çünki hədis Peyğəmbər sallallahu aleyhi və səlləmin sözüdür və feilidir. Bu qayda əhl-i sünnədə var. Yox, hədis deyil inşallah. Bu şeyin Kəmal Hüseynin tərcümə etdiyi tövhid kitabıdır. Tövhiddə o alimlərin qoyduğu qaydası yox. O qayda olaraq ola bilər. Qayda olaraq var, amma çünki qardaş hədis olaraq deyil. Hədis olaraq yoxdur. Şübhəsiz ki, burada şərtdir ki, bir insan la ilahe illallah Muhammed Rasulullah deyirsə, yəni bu kəlmənin mənasını bilərək söyləməlidir ki, bu kəlmə ona fayda versin. Fəqət burada bir məsələ var ki, bu kəlmənin mənasını bilərək söyləmək deyəndə bəziləri bu məsələdə çox şirdirlər, həddini aşırlar, bu da düzgün deyil. Nə mənada? Məsələn, kəlmə-i şəhadət, əşhədu ən la ilahe illallah, əşhədu ənə Muhammed Rasulullah. Yəni, insan şəhadət etməsi ki, Allahdan başqa haqq məbud yoxdur və Muhammed sallallahu aleyhi və səlləm Allaha Rasuludur. Ümumiyyətlə, bilmək lazımdır ki, iman iki növdür. Var mücməl, var müfassal. Mücməl iman, yəni qısa, konkret insanın bir şeyə iman etməsi. Müfassal, yəni təfsilatlı iman. İnsanın İslama girməsi üçün, yəni müsəlman adlanması və üzərində İslam əhkamlarının tətbiqi üçün mücməl iman kifayətdir. Yəni, icmali iman kifayətdir. Yəni, məsələn, bir insan qəbul edir ki, Allah Azza və Cəllədən başqa ilah yoxdur. Və qəbul edir ki, bu Qur'an Allahın kitabıdır. Və qəbul edir ki, dinimiz İslamdır. Və qəbul edir ki, Muhammed sallallahu aleyhi və səlləm Allahın peyğəmbəridir. Bunu qəbul edir. Təbii ki, şəhadəti deyən hər kəs bu dediklərini qəbul edir. Ola bilər ləhsi olaraq o kəlmələri düzgün tərcümə edə bilməsə də. Yəni, özünə müsəlman deyən, la ilahe illallah Muhammed Rasulullah şəhadətini deyən, hər kəs bu kəlmələrin mənasını bilir. Ola bilər ləhsi olaraq hər hansı bir xətaları olsa belə. Mücməl olaraq iman var. İnşallah bu kəlməni deyən hər bir müsəlmanda. Və qeyri-mümkün də olmasın. Əgər yoxdursa o deməkdir ki, o İslama girməyib. Əslən İslamda deyil. Amma söhbət ondan gedir ki, müfassəl imandan. Müfassəl iman olmaya bilər. Və bu onun İslamına zərər vermir. Adi bir misal deyil. Məsələn, bu çəkdiyim misal İbn Həzmin Rahimullahın çəkdiyi misaldır. Məsələn, deyir ki, bir adam Muhammedur Rasulullah desə, yəni desə ki, əşhədu ənə Muhammedur Rasulullah, Muhammed Allahın Rasuludur deyib buna şəhadət versə, amma məsələn, ondan soruşsan ki, məsələn, bu dediyin Muhammed Rasulullah, Allahın Rasulü Muhammed sallallahu aleyhi və səlləm, məsələn, harda doğulub, harda yaşayıb, məsələn, adi, yəni primitiv, sadə bir sual versən və o adam bunu bilməsə, hətta Peyğəmbər harda yaşayıb, harda doğulub. İbn Həzm deyir ki, onun bunu bilməməsi onun İslamına zərər vermir. Yəni, niyə? Çünki onda mücməl iman var. Yəni, o iman edir ki, Muhammed deyilən bir Rasul var. Muhammed adlı bir Rasul var və o Rasulların sonuncusudur. Hansı ki, Quran ona gəlir. Və İslamın Peyğəmbəri budur. Və o da bunu bu cür qəbul edir. Bu o deməkdir ki, o onun risalətinə şəhadət verdi. Mücməl olaraq ona iman etdi. İndi onun harada doğulması, harada yaşaması, neçə yaşında məsələn ölməsi,
bunları bilməməsi onun İslamına zərər verməz, İbn Həzm deyir. Və bu təbii ki, İbn Həzmin yəni, tək sözü deyil, bu yəni Əhl-i-Sünnədə qəbul edilmiş bir sözdür, qəbul edilmiş bir qaydadır. Yəni söhbət bundan gedir ki, bir var mücməl, bir var müfəssəl iman. Məsələn, başqa bir misal deyim, La ilahə illallah şəhadətinə. Məsələn, bir insan sufidir, Hənəfi məzhəbindədir, əqidəsi maturididir və insan namaz qılır, insan oruç tutur, insan həcc edir və insan zəkat verir, qurban kəsir və s. və ilə axır. Və bir gün sən ona gəlib deyirsən ki, yəni insan mümindir, yəni belə deyək, ibadət həlidir, dindardır. Və sən gəlib ona sual verirsən ki, qardaş, La ilahə illallahın mənası nədir? Həmin sufi sənə qayıdıb deyir ki, yəni Allahdan başqa Allah yoxdur. Düz dedi, səhvlidir. Səhvlidir. Mənasını bildi, bilmədi. Mənasını bilmədi. İndi sual verirəm. Bu onu dindən çıxartdı? Çıxartmadı. İnşallah şey yox. Nəyə görə? Çünki o la ilahə illallah deyəndə o düzdür, dəqiq olaraq bugün sələfin fəhmində, sələfin mənhəcində olan, dəqiq etiqad üzərində olan, dəqiq mənanı deməsə də, amma ümumi olaraq, mücməl olaraq bilir. Yəni məsələn, belə deyək. Ola la ilahə illallah kəlməsini Allahdan başqa Allah yoxdur deyə tərcümə etsə də, çünki müəllimindən, şeyxindən, imamından, hocasından bunu öyrənib. Amma sən ona desən ki, yaxşı, Allahdan başqa ibadətə layiq olan başqa bir məbud yoxdur. Bunu qəbul edirsən, deyəcək, əlbəttə ki, qəbul edirəm. Yəni, demək istədiyim odur ki, yəni, bir insanın la ilahə illallah Muhammedur Rasulullah şəhadətini deyib də, bunun mənasında haradasa xəta etməsi və ya bu kəlməyə mücməl olaraq iman etməsi başqa şeydir. Və ya bunun mənasını ümumiyyətlə bilməməsi bu başqa şeydir. Bu o deməkdir ki, bir adam elə bir, məsələn, fransız dilində nəysə danışır, amma onun mənasından bir xəbərdir. Təbii ki, bu cür deməsi ona fayda verməz. Amma şübhəsiz ki, bugün Allah həmd olsun, müsəlmanların əksəriyyəti və özlərini İslama nisbət edən insanların əksəriyyəti, hansı ki, la ilahə illallah Muhammedur Rasulullah şəhadətini deyən və ibadət edən və oruç tutan və həcc edən müsəlmanların əksəriyyəti mücməl olaraq onlarda imanın əsli var. Ola bilər müfəssəl olaraq iman olmasa da və ya müfəssəl imanda zəiflikləri olsa da. Sualın cavabı budur. Şahin, ümumiyyətlə bu sənin indi bu danışıqların var idi da, bu, yəni bir neçə sələf alimlərinə görə belədir, ümumi... Yox, qardaş, bu əhl-i-sünnədə qaydadır. Burada heç bir xilaf yoxdur. Burada əslində mən sizə bir söz deyim. İndi deyəcəyim şey çox, yəni, diqqət verin. Ümumiyyətlə, tutaq ki, 2 nəfər götür. Yəni, mən indi bu çəkəcəyim misal problemlərin əslini sizə başa salmaq üçündür ki, bu problemlər, bu fəhmdə olan problemlər nədən əmələ gəlir? Məsələn, 2 nəfər düşün. Biri sələfi mənhəcdədir, biri təkfirçilərin, xavaricilərin mənhəcində, zəlalət əhlinin mənhəcində. Hər ikisi də, məsələn, Şeyx Muhammed ibn Abdülvahabın bir kitabını oxuyur, hər ikisi də eyni kitabı oxuyur. Və hər ikisi də oxuyur ki, La ilahə illallah Muhammedur Rasulullah deyən bunun mənasını bilməlidir və bunun mənasını bilərək deməlidir və s. və ilə axır. Sələfi mənhəcdə olan bunu oxuyur və sələfi mənhəcdə olanın bu kəlmədən başa düşdüyü nədir? Başa düşdüyü budur ki, yəni subhanallah, bugün biz insanlara la ilahə illallahı başa salmalıyıq. Bugün biz la ilahə illallah deyib hətta namaz qılan və bu kəlmənin mənasını düzgün bilməyən və mənasını haradasa bilib də düzgün yaşamayanlara bu kəlmənin düzgün mənasını başa salmalıyıq. Yəni belə deyək, sələfi mənhəcdə olan Şeyx Muhammedin kitabından bunu oxuyur
düşündüyü yalnız nədir? Dəvət. İnsanları bu kəlmənin həqiqi mənasına dəvət etmək. Yəni, məqsəd budur. Və Şeyx Muhammed rahiməhullah bunu yazanda da qəsdi bu idi. Məqsədi bu idi. Şeyx Muhammedin qəsdi bu idi ki, insanlara La ilahə illallahın mənasına dəvət etmək, həqiqi mənasına və həqiqi yaşamına, tətbiqinə. Amma təkfir və xavariclərin mənhəcində olan biri Şeyx Muhammedin kitabından bunu oxuyur. Onun ondan götürdüyü fayda və ya başa düşdüyü məna nə olur? Götürür onu, çıxır küçəyə, deyir, aha yoxluyum. Görün, kim bilmirsə şəhadətin mənasını, onu təkfir edin. Yəni, demək istədiyim budur ki, Şeyx Muhammed onu yazanda məqsədi bu qaydanı götürüb də və ya bu kəlmənə kimlərsə dindən çıxarmaq deyildi. Şeyx Muhammedin məqsədi dəvət idi. Bu kəlmənin mənasına və həqiqi tətbiqinə dəvət. Və problem bundan doğur. Məsələ var, amma kim o məsələyə necə yanaşır? Yəni Şeyx Muhammed rahiməhullah o məsələləri tək Şeyx Muhammeddən söhbət gedir və başqa alimlər, ondan qabaq və ondan sonra gələn. Onlar bu məsələləri kitablarında qeyd edəndə, onların məqsədləri bu şeylərlə insanları dindən çıxarmaq deyildi. Onların məqsədləri bu şeylərlə insanlara dini düzgün şəkildə təlim etməkdir. İnsanlara dini düzgün şəkildə öyrətməkdir. Məqsədləri bu idi. Amma bugün onların məqsədləri qalıb qıraqda, onların sözü götürülür, hər öz istədiyi məqsədi o alimlərin sözlərinə yüklüyür. Problem buradadır.